Ay qız, qulaq as, elə bir şey elə ki, onların gözündən düş, çıxıb getsinlər. Narım mı? Ay, bax mənə icazə verirəm. Nə istəyirsən elə. Başda şillə vurdu. Bu. Bax, görürsən Qəzənfər, mənim qızımda bu xasiyyətdir. Hər gün məni döyməsə ürək sakitləşmir. Mən beliyəm. Evdə qalmışam, başımı itirmişəm. Bilmirəm neyini. Ay, yaxşı qızım, yaxşı bala, belə yerdə deyirlər. Qızını döyməyən dizinə döyər. Amma mənim qızım dizi ilə məni döyür. Bax, belə şey yoxdur. Neynədir nə bu sənin siladı? Bax, qardaşlar, bax, mən ona görə deyirəm ki, Qəzənfər, bax, qardaşlar, mən bilirəm ki, incimirəm səndən, küsmürəm səndən, bax, belə yavaş-yavaş gedək qapıya tərəf, oradan da siz gedin öz evinizdə yeni ilinizi keçirin, qardaş. Məndən qəti narahat olmayın. Eldar, sən nə narahatsan? Baba, belə deyəndə onun gözünün içinə baxma. Nə danışsan? Gözünün içinə baxma, quduz it kimi bir şeydir. Bax, inan, tutduğu yerdə də dişi dişinə dəyməsə buraxmır. Bax, mən deyirəm, quduzlaşarsan, eləyərsən. Onu oralara bir yerə bağla bir söz deyəcəm. Süper oldu bu. Süper, ay deyirəm, itdi. Mən çoxdan da özümü elə pitbull kimi bir dənə gəlin axtarım. Eşitdinsən? Bağı tikib qutarmışam axı. Dam boşdur. Aparın bunu damda, evi də qorusun, əla. Oğru zad girənməyəcək. Nə pisdir ki? Hadi, yaxşı. Nədir? Mən bu ailəni bəyəndim. Nə? Mən hə deyirəm. Nə? Mən özümü verdim, getdim. Verdim, getdim. Mən ona öz ürəyimi verdim, getdim. Ay qaynana, gəl bir dənə bu yan tərəfə, bir dənə sakit dur, ha. Verdim, getdim, nədir, bir sakit dur da, ha. Alan razı, satan razı. Gedirəm cihizlərimi yığım, davay. Ay qız, sən cihizlərimi 30 il bundan qabaq mürdəkirə vermişəm, da mən. Vay dedəm, vay. Diyanayı durduğum yerdə qaynanamı da ərə verir. İndi belə çıxır ki, Qəzənfərin oğlu mənim qaynatamdır.